Sarımsağı sadə və ən ləzzətli üsulla qışa necə saxlayıram, gəlin indi sizə göstərim. Sarımsaq turşusu mənim ən çox sevdiyim turşulardan biridir. Əsasən soyuq qışa aylarında xaşın və yaxud da sulu yeməklərin yanında çox gözəl yaraşır. Saplağını bu formada yarıya qədər kəsirəm. Başlıq hissəsindən də kəsib qopardıram, amma qabığını tamamilə soymuram. Belə bir qaba yığdım, içərisinə duz əlavə eləyirəm, hardasa bir ovuc. Qabın ağzına qədər su əlavə eləyirəm, 3 gündən sonra bunun suyunu dəyişib atmalıyam. Bu sarımsağın acılığının çıxma prosesidir. 3 gündən sonra mən gəldim, sarımsağın suyunu indi dəyişib atacağam, qoxusu möhtəşəmdir. Suyunu tamamilə atıram, mən sarımsağın içərisinə əlavə heç nə qatmıram, sadəcə olaraq duz, sirkə və su. Çünki bu sarımsaqda bunun əlavə şeylərlə qoxusunu, dadını, ləzzətini dəyişə bilmərəm. 5 qaşıq qaya duzu, siz adi iri duzdan da istifadə edə bilərsiniz. Yarıya qədər sirkə, yarıya qədər də ilıq qaynadılmış su. Qapağını örtürük, bir aya hazır olur, amma qışda atsanız daha ləzzətli olar. Bu da keçən ildən qalan sarımsaq turşusu, qəti xırçılısını itirməyib, çox ləzzətlidir. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.